Yəni, bilir, nəticə çıxarır. Bir də nə demişdik? Burada hə, buna demişdik mənəvi kompasdır da sanki. Aha. Mənəvi kompas. Hansı mənəvi kompasdır. Yəni hisslərini tanımaq yalnız insanın hansı hisslərə malik olmasını bilməkdən ibarət deyil. Eyni zamanda hissləri Bəli. nə vaxt, hansı təsir altında, nə dərəcədə güclü sürətdə üzə çıxmasından asılıdır. Bəs dedik motivasiya necə olur müəllimə? Motivasiya isə, yəni adından göründüyü kimi ruhlandırmadır. İki növü var, daxili və xarici motivasiya dedik, amma ən çox təsirlisi daxili motivasiyadır. Bu isə, yəni burada açıq düşüncə tərzi var. Mən bunu edə bilərəm, mən bunu bacaracağam kimi fikirlər formalaşır. Tamam. Bəs neçə növ var idi motivasiyanın? Daxili və xarici iki növü var. Amma Aha. ən güclüsü dedik daxili motivasiyadır. Ay sağ ol, ay sağ ol. Kənardan gələn motivasiya bizə tərif ola bilər, hər hansı bir mükafat ola bilər. Bəli. Ay sağ ol. Məsələn, hər hansı bir iş görmüşük, mükafat verilir. Hər hansı bir işi görürük, tərif edirlər. Bax bu qayda, amma daxildə içimizdəki motivasiya olmasa, yadınızda saxlayın, kənardan gələn nə qədər motivasiya olsa da biz heç irəli gedə bilmərik. Bəs sosial Yəni məlumatlıq belə deyək empatiya də, kənardan gələn motivasiya belə yalan xarakterli də ola bilər, amma ən doğrusu daxildən gələn Ay, motivasiyadır. o gəldi gedərdi. Bax belə desək daha doğru Bəli. çıxar. O gəldi gedərdi. Ay sağ ol. Sonra dedi ki, müəllimə, sosial məlumatlıq empatiya necə olur? Bəli, adından göründüyü kimi empatiya, yəni qarşındakı şəxsin yerinə özünü qoymaq və o zaman necə davranardın deyə düşünməkdir. Mhm. Bu sosial məlumatlılıqdır. Aha. Empatiya isə. Aha. Bəs dedik, münasibətlərin idarə edilməsi?